Bu mövzu həssas mövzudur. Biz ki, İslamda taaddud məşrudur. Yəni bir kişinin 2, 3 və 4 hanımı eyni zamanda olabilir. Amma əfsuslar olsun ki, onu düzgün bir şekilde hayata keçirdən kişi nə azdır. Çünkü onların hüquqları qorunmalı, hüquqları tam eyni olmalı və haqları tam verilməlidir. Necə məşayixdən biri danışır ki, mən bir qonşu tanıyıram, göstərin telefonunu. Məşayixdən biri deyir ki, mən bir qonşu tanıyıram. Adam 4 dəfə evlilik etmiştir və 4 həyat yoldaşı vardır. 4 ailəsi vardır. Hər ailəsindən övladları vardır və bunlar bir imarətdə yaşayırlar. İmarət deməli 4 mərtəbədən ibarətdir. Bu Ərəbistanda da bizdə belə şey adətdə də yoxdur, ürfdə də yoxdur, bu şərait bizdə əsla yoxdur və imarət bunun şəxsi mülküdür. İmarət 4 mərtəbəli binadır. Bir paradlı girişi vardır, ortada lift gedir və 4 mənzildən ibarətdir. Lift deməli mərtəbələr açılır, əməli başda mənzillərdir. Birinci mərtəbə mənzil aşarla, ikinci mərtəbə, üçüncü mərtəbə və dördüncü mərtəbə. Lift hər mərtəbədə açılır və əməli başda paradlı bir bloklu belə deyək və mənzillərdir. Birinci mərtəbədə yaşayır ilk evləndiyi ailəsi və uşaqları, onun öz uşaqları. İkinci mərtəbədə yaşayır onun ikinci ailəsi və onun uşaqları. Üçüncü mərtəbədə yaşayır onun üçüncü ailəsi və onun uşaqları. Dördüncü mərtəbədə də yaşayır onun axırıncı dəfə evləndiyi ailəsi və onun uşaqları. Bu uşaqlar şək yoxdur ki, bir-birlərinə doğma bacı və qardaşdırlar. Fi əbin atada. Və bunların anaları bir-birlərinə ana əvəzidir. Bunların anaları bir-birlərinə ana əvəzidir və hər kəsin öz biyoloji anası öz anasıdır. Tamam. Və digər qadınlar da atalarının bunların həyat yoldaşları olduğuna görə bunlara ana yerinədir, məhrəmdir. Bilirsiniz, hörmət, izzəti, izzət. Nə olsun ki, mənim anamdır, bu deyil, o bursu deyil. Hörmət, izzəti, izzət. Və bunun ən qərbəsi şeyx danışır ki, və bunlar subhanallah, hər dəfə bir-birlərinə qonaq gedirlər. Eynən bizdəki kimi maşallah, tabarakallah. İndi gəl bundan sonra bizdə axı bu səviyyədə yoxdur. Yəni birinci mərtəbədə yaşayan, ikinci ilə üçüncü birləşib, dördüncü mərtəbədə yaşayana qonaq gedirlər və dördüncü mərtəbədəki yaşayan həyat yoldaşı onlara süfrə açır və mətbəxdə bərabər bayram süfrəsi hazırlayırlar. Əksi də əks, dördüncü mərtəbə 3 ilə 2 birləşir, birinci mərtəbəyə qonaq gelirlər, birinci həyat yoldaşına, əksi də əks və hər dəfə bir-birlərinə belə müxtəlif birləşirlər. Yəni eynən bizdəki kimi, düzdürmü? Yoxsa birini qara çukurda qoyub, birini də Sumqayıtda qalıb belə. Bizdə ispadval da yoxdur. Adını qoyub ki, mən evliyəm. Qardaş, belə evli olmur. Biri orada, biri burada. Belə olmur. Bu nətər bunları idarə edir? Bu markete gedəndə bu birini Qaraçuxura aparacaq, birini Sumqayıta aparacaq hər gün. Bu paltar alanda birini Sumqayıta göndərəcək, biri Qaraçuxura. Yəni bunlar bir-birlərini görəndə o gərginlik olur, nəqillər. 250 voltdur, yoxsa 1000 voltdur. Birdən vurar, çarpar deyə birini Sumqayıta atıb, birini Qaraçuxura atıb. Elə evlilik olmur. Yəni ya bu havaqsa öz həlli yolunu tapacaq. Yəni qadınlar o səviyyədə inkişaf edəcəklər, iman edəcəklər və bunu şəriətdən görəcəklər. Bu yaxın olmalıdır bir-birinə, məsafə olmalıdır. Heç olmasa bir qəsəbənin içində olsun. Hələ bu yaxşıdır. Yəni mən tanıyıram ki, biri Qubadadır, biri Bakıdadır. Biri Bakıdadır, biri Zaqataladadır. Adam bax belə qalıb. 2 həyat yoldaşı, 2 ailəsi var. Belə olmur. Və bunlar bir-birlərini tanımırlar və tanıya bilməzlər, İraq olsun. Bunlar qadınlar bir-birlərini tanıyarlar. 41-45 təzdən qayıdacaq müharibə, yəni. Dözülməz bir şey, yəni. Belə evlilik olmur. Yəni, belə olmur. Sünnə olan bu deyil, şəriət bu deyil. Əgər bu həddədirsə, evlənməsə daha yaxşıdır. Artırmasa daha yaxşıdır. Və sonra nə olur? Birdən birincisi bilsə nə olacaq? Həmən məhkəməyə, hədd eləməyə, uşaqları ayırmağa, alimentə və ailəni də artmağa. Əgər bu baş verərsə, əlvidə siftaraya, ikincisindən həmən üzr istəyir, talaq, sanki bu köldən tapmış bir əşyadır. Vallahi zalimdir və canidir. İkinci ilə birinci arasında heç bir fərq yoxdur. Hüquqları tam eynidir. Həm şəri hüquqları eynidir, həm də haqları eynidir. Birinci ilə üçüncü arasında heç fərq yoxdur. Birinci ilə dördüncü
arasında heç fərq yoxdur. Bunların hüquqları tam eynidir. Tam eynidir. Yoxsa eşitmişik onda. Birinci xəbər olub, üçünü birdən talaq. Üçünüz də getdiniz. Bəs komandanın xəbər oldu. Vallahi belə təaddüd yoxdur şəriətdə. Belə bir evlilik yoxdur. Belə eləməkdənsə, cani olmaqdansa, qul haqqına girməkdənsə, zülm etməkdənsə və həmin o qadınların könlünü sındırmaqdansa, onları dində fitnəyə məruz etməkdənsə, bacarmırsansa eləmə. Yəni adam bilib ki, birincinin xəbəri var və bilir ki, nələr gözləyir onu, həmən 2, 3, 4 rəqəminə talaq, getdiniz, tanımıram sizi. Allah belə olmur. Vallahi belə olmur. Əl-xulasa, indi mən qayıdıram məslərə, yenə də sünəndə və sihhətdə gələn Allah Nəbisi sallallahu aleyhi ve sellemin mükəmməl, təaddüd, çox evlilikdə olan, yəni rəftarı haqqında çox gözəl bir hədis gəlir. Diqqətlə hədisi dinləyək inşallah, çox vaxtınızı almayacağım. Bilirsiniz ki, Allah Nəbisi sallallahu aleyhi ve sellemin evlilikləri təaddüd olub. Yəni, hətta dünyadan köçəndə sağ qalmış həyat yoldaşlarının sayı nə qədər idi? Kim deyər? 9 sağ qalmış. Çünki onlardan 3'ü həyatındayken vəfat etmiş və Allah Nəbisi sallallahu aleyhi ve sellem onları dəfn etmiş və cənazəsində iştirak etmişdi, bilirsiniz onu. Birinci kim idi vəfat eləyən? Xədicə. Xədicədən sonra növbə olaraq ilk evləndiyi qadın kimdir? Xeyr, səhvdir. Səudə bint Zəm'a radiyallahu anhə. Və bunun hekayəsini sirə dərslərində götürdük. Qısa xatırlama verəcəyim. Allah Nəbisi sallallahu aleyhi ve sellem bilirsiniz ki, sevimli həyat yoldaşı Xədicəni itirir. Onun həyatında ən sevdiyi qadın olur. Və hətta bir müddət evlənmir və sahabələr çox narahat olurlar. Və Məkkə dönəmində olur və bu itki zamanı da onlar hələm hicrət eləməmişlər, Məkkədə yaşayırdılar və Məkkədə bu işgəncələr və bu böyük bir mübarizə və Allah Nəbisi sallallahu aleyhi ve sellem ailəsini itirməsi və yenə də tək qalması və Məkkədə də iman edən qadınların da sayı çox deyil, hur, azad qadınlardan söhbət gedir. Və Xədicəni birisi hansı ayda, hansı ildə itirib, Hüzn ilində, həmin ildəki Abu Talib də eyni vaxtda vəfat etmişdi. Həmin ildəki onları Şəab Əbi Talib mühasirəsində saxlamışlar. 3 il ac, susuz və onlara qarşı böyük bir boykot elan olmuşdu. Həmin ərəfədə yəni Xədicəni itirir. Və sonra iman edən kişilərdən və qadınlardan Allah Nəbisi sallallahu aleyhi ve sellemə təklif olunur. Ya Resulallah, bəlkəm Səudanı sənə alaq. Səuda Məkkədə iman etmiş qadınlardan biridir. Bint Zəm'a. Yaşlı qadındır. Biraz köktür. Əsmərdir. Uşaqları da var. Sayı 5. Digər rivayətə görə 6 uşağı var. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, o razı olar mı? Allahu Ekber. Bakın Peygamberin təvazükarlığına. Burada zanadiqa, İslam düşünmələrində rəddiyə var. Görürsünüz, Peygamberimiz sallallahu aleyhi ve sellem şəhvət axtarmır. Onun Xədicədən sonra ilk evlilikdə təklif olunan qadın əsla ona belə baxanda haşa və kələ təbiri doğrudursa uyğun deyil. Çünki Allah Nəbisi çox yaraşıqlı, tamam mı? Çox yaraşıqlı və bu hal-hazırda yəni təkdir, subaydır artıq və bu qadın duldur və yanında 5 və ya 6 övladı var. Səudə bint Zəm'a, möminlərin anası, anamızdır. Sadəcə olaraq burada məsələni vəsif eləməkdə hikmətlər var və yaşı da çox idi, Səudanın. Özü də əsmər qadını idi və kök qadını idi və Allah Nəbisi soruşur ki, razı olar mı, o istəyərmi? Deyirlər, bəli, istəyər, biz təklif edərik və təklif edəndə də Səudə də təəccüblənir. Allah Rasulü məni alarmı yəni? Yəni mənim kimi anlar. Və Allah Nəbisi sallallahu aleyhi ve sellemin kamil əxlaqındandır, o elçi gəlir Səudəyə. Səudə qalxır ayağa deyir ki, ya Resulallah, mənim 6 uşağım var, bir rivayətdə 5 uşağım var. Mən yəni uşaqlı bir dul qadın. Deyir, mənim də övladlarım var. Onu öz övladlarıma qataram. Onlarım onlar üçün ata kimi. Ya Resulallah, mən gənc deyiləm, mən yaşlıyam. Artıq mənim də yaşım az deyil. Və o nə gətirirsə Allah Nəbisi sallallahu aleyhi ve sellem eyni mislini ona gətirir. Və s. və evliliyi qəbul edir. Səudə tərtib sayıca ikinci həyat yoldaşıdır Xədicədən sonra.
ve Sauda olan müddette hiçbir kadın yok idi. Ta ki hicret baş verene kimi bilirsin onu. Hicret baş verende ilk evlendiği hanım kim olur? Hicretten sonra ilk evlendiği Ayşe bint Sıddık As-Sıddika radıyallahu anha ve anhu ve an ebahum. Ayşe anamızın yaşı çok az. Gençtir, subaydır. Hiçbir zaman ne önce ne de bundan sonra erde olmamıştır. Ve Resulullah onun yegane hayat yoldaşıdır dünyadayken. Ondan başka onun eri olmamıştır. Çok genç kızdır, yaşı da azdır ve çok güzeldir. Tamam mı? Burada fikirlerin uygunlaşmamak var yani ortada. Ve buna beraber Ayşe anamız yine de herkese kıskanır. Ve Allah Nebisi sallallahu aleyhi ve sellem kadınları çok güzel tanıyır ve onların hislerini derk edir. Ve günlerin bir günü Ayşe'nin günüydü. Ve Allah Nebisi sallallahu aleyhi ve sellem Ayşe buyurur ki yanımdaydı. Birden kapı dövüldü. Bu kimdi? Bu vakit konak geldi. Açtık gördük Sauda. Biz ona terhip ettik. Hoş geldin. Sauda içeri geçti. Ve yere eğleşti. Allah Nebisi sallallahu aleyhi ve sellem qəsdən məni ve onu tam ortamıza eleştirdi. İkimizin arasında eleştirdi. Ve elə oldu ki bir çiğinlə, mən düştüm bir çiğinlə, Sauda düştü. Sauda kimdi? Hayat yoldaşı. Ayşe kimdi? Hayat yoldaşı. Ve bunlar oturublar evde. Ev, yer kumdur. Kumda istidir. Medine daha. Medine bir evi çoması. Yerde oturublar. Allah Nebisi sallallahu aleyhi ve sellem letafetinden, nezaketinden, min husnul işra. Yani ülfi hisleri, evlilik hislerini, ülfi hislerini korumaktan ötürü, letafet göstermekten ötürü ayağını kaldırdı, koydu benim hicrime. Yani eteğime, paltarımın üstüne. Ve diğer ayağını Sauda'nın hicrine koydu. Yani sanki dedi ki Ayşe, bəli. O da benim hayat yoldaşımdı. Bu da benim hayat yoldaşımdı. İndi de qonaq gəlib. Və deyir, bu məni çox qıskandırdı. Ayşe ne deyir? Bu məni çox qıskandırdı. Yani istedim ki bu ayağını çeksin. Tabii ki məndən çekmeyi düzgün değil. O da onun hayat yoldaşıdır. Onlar da çekmeyi necə eləyim? Qalxdım ve dedim ki Sauda, bu saatça mən sənin üçün quymaq hazırlayacağım. Parmakları yalayacaksan. Yani tek ki ayakları buradan çıkartsın da. O kıskancılık. Tabiidir. Tabiidir. Tamam. Özde yaşları da çok farklı. Ve güzel bir kuymak hazırlayır ve der ki Sauda ye. Sauda da yaşlı kadındı. O biraz başka cüre düşünebilir. Dedi ki istemiyorum. Bunu bu senin için hazırlanmışım. Sen de qayıtdın ki istemiyorum. Ben seni gösteririm istemiyorum ne demekti. Ve dir Ayşe anamız o kadar qəzəbləndim ki dedim ki ya bunu yiyeceksen ya bunu üzerine yakacağım. Hele de dedi. Ya bunu yiyeceksen artık hislerle, emotsiyalarla cevap verebilir yani. Mahkumdur. Ya bunu yiyeceksen ya Sauda ya bunu üzerine yakacağım. Dedi xeyr yemeyeceğim. O da ona öyle cevap verir. Allah Nebisi bir de dedi ki baktım ki artık üzerine yakıp. Sauda'nın üzü bütün kuymaktı. Balla karışık. Ve bir de gördüm ki Sauda da götürdü oradan Ayşe'nin üzerine yaktı. Ve Allah Nebisi sallallahu aleyhi ve sellem ovunur gülmekten. Özü Allah hatta sizden hansı biriniz bu mənzərədə özər? Bir tane yumruq buna, bir tane şafalık elə. Talak, 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 talak. So. Yoksa öyle değil. Bu səbir hansı birimizdə var? Bak bu həqiqətən Peyğəmbər yani insan psixologiyasını, kadın psixologiyasını, hayat yoldaşı psixologiyasını ve kıskancı psixologiyasını mükemmel bilen vəhiy ile idare olunan bir insandır. O bilir ki bu normaldir, bu belədir. Hansı birimiz dözə bilərik? Təsəvvürlə qonaq gəlir və qonağımız kraskalanır. Təsəvvürlə. Və deyir ki bunu yeməlisən. Yeməsən üzvə sürtəcəm bunu. Yaxacam üzvə. O da qayıtır ki istəmirəm. İstəmir də. Və baş verir. Və Allah Nebisi salsam yani bir tər özünü saxlayır, gülür, saxlayır. Burada da qırğın gedir. Həmin an elhamdülillah qurtuluş gəlir.
Ömer bin Xattab küçədə onu axtarır. Ya Abdallah, ya Abdallah, Abdallah. Ömer'in də səsi. Birdən Allah nəbisi deyir ki, Ömer, tez qalxın üzünüzü yuyun. Yəni sanki içəri gəlir də. Qadınlar da qorxusundan tez qalxırlar, tez üzlərini yuyurlar. Halbuki Ömer sadəcə o küçədən keçirdi, Abdullahı axtarırdı. Sadəcə olaraq. Və rivayət burada qurtarır. Yəni bu nəyi göstərir? Yəni asan deyil. Yəni onların emosiyaları idarə olunmazdır. Onlar hərdən yəni öz emosiyalarına məhkum ola bilir. Yəni onlar da qısqanır. Yəni sən bunları hamısını tabi gətirəcəksənmi? Yəni asan deyil. Və Ayşə anamızın qısqanmağı, bu şəkildə qısqanmağı çox təbiidir. Çünki onun həyatında başqa insan olmuyor. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem onun zövcəsidir. Yəni ondan başqa əri olmuyor həyatda. Amma Səudə və Hafsa və bütün zövcələrin bundan öncə həyat yoldaşları olub və onlar həlak oldular. Hətta onların bəzilərindən uşaqları var onların. İllə Ayşənin radiyallahu anhə həyatında başqa həyat yoldaşı olmayıb. Onun qısqanclığı və yaşının həddindən artıq az olması və bu mənzərənin bu şəkildə olması çox təbiidir. Və Allah Nəbisinin burada nəyi göstərir? Nəzakətini, lətafətini, həlimliyini göstərir. Həlimlik nə deməkdir? Cəza verməkdə tələsməkdən əl çəkmək. Həlimlik nə deməkdir? Cəza vermək əvəzinə yola vermək. Həlimlik nə deməkdir? Cəza verməkdə acələ etməmək və cəzanı təxirə salmaq. Yəni Allah Nəbisi bu hilimlə zəngin idi. Görürsünüz, gülür, təbəssüm eləyir. Eyni rivayəti İmam Buxari rivayət eləyir. Orada bir kəniz qadın Zeynabdan pay gətirir. Ayşənin gecəsində, evində, günündə Ayşənin evində də yemək olmur. Və pay çox gözəl pay olur, çox zəngin bir yemək olur, səfərimizə bal olur. Ya da ki, balla qatışıq bir şey olur və bu Ayşə anamızı çox qıcıqlandırır. Gecə mənim, yəni əl çəkin, yəndə nə istəyirsiniz? Nə olsun ki, yemək yoxdur, kasıbçılıqdır, təzə gəlmişik, hicrət, tələki, ərmişik. Niyə sən mənim gecəmdə yemək göndərirsən? Göndərən də zövcələrdən biridir. Yad insan olsa problem yaşanmaz. Mədinə əhlinin ansarlarından, kimsəyə, mühacirlərdən. Nədənsə zövcələrin biri, məndəsə yemək var. Qadın başqa cürə bunu başa düşür. Məndə yoxdur, səndə var. Var da, yəni müdaxilə eləmə, qoy yaşayaq həyatımızı. Mənə belə şirindir. Bu gecə Allah Rasulü öz həyat yoldaşımla ac gecələmək mənə üçün daha şirindir. Nəyə ki, sənin bizə yemək göndərməyin. Səndə yemək var. Ayşə anamız nə edir? Həmin o yeməyi gətirən kəniz köləyə tap təpəsinə. Üzündən tökülüb elə bal yeməyi taq edir. Peyğəmbərimiz dəstə özü bir tərs saxlayır və həmin kənizdən üzr istəyib deyir ki, qarrat ummuki. Fikir vermə, anandır, qısqandı. Yəni sən möminsən, ey kəniz, bu da möminlərin anasıdır. Fikir vermə, anandır, qısqandı. Və sonra Ayşəyə deyir ki, ey Ayşə, həmin qabın eynimisini gedib dədənin evindən götürəcəksən, həmin yeməyin eynimisini pişirəcəksən və Zeynəbə göndərəcəksən. Hətta bir rivayətdə deyəsən Allah Nəbisi sallallahu aleyhi ve sellem əmr edir həmin kənizə. Deyir ki, onu çıxart, indi vur onu sifətinə. Necə sənin sifətinə vurmuşdu. Həmin kəniz də Ayşənin üzünə vurur. Eyni hadisəni və Peyğəmbər sallallahu aleyhi ve sellem gülür. Və burada ədaləti də bərqərar eləyir eyni zamanda. Və yəni həyat davam eləyir. Və həyat çox gözəldir, çox lətafətlidir. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem bunun hamısını təğafül ilə yola verir. Təğafül nə deməkdir? Yəni göz bağlamaq, görməməzlikdən gəlmək, yola vermək. Yəni bizdən birimiz məncə düşünürəm ki, buna tab gətirə bilməzdi. Elə? Yəni düzdürmü? Bu nəyi göstərir? Allah Nəbisi sallallahu aleyhi ve sellem bir ər kimi necə mükəmməl bir ər olması. Laqad kana lakum fi rasulillahi uswatun hasana. Şübhəsiz ki, Allah peyğəmbərində sizin üçün ən gözəl örnəklər var. Nədə? Bütün hər şeydə. Ər dünyada bir nömrəli nümunə ər odur. Komutan dünyada bir nömrəli komutan odur. El-Qadi, prokuror, hakim, dünyada ən ədalətli hakim odur. Tamam. Rəhbər, bəldənin rəhbəri, Mədinənin bilirsiniz Mədinə artıq bəldə idi, o. Ordunun başında gedən sərkərdə ən mükəmməl sərkərdə o. Yəni imanda o, təqvada o, əxlaqda o, ibadətdə o, hər şeydə o.
Mükemmel bir yani. Tamam mı? لَقَدْ كَانَ لَكُمْ ف۪ي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Şüphesiz ki Allah'ın peygamberinde size en güzel örnekler var. Yani hayatın hansı hissesine dokunursanız bütün örneklerin zirvesi onda toplamıştı. Yetimlik halı onda. Bunu zikirledik sirat derslerinde. Yani evlilik halları onda. Teaddüt, hiç kim bu kadar kadınla sabit kalmamıştı. Orada sahabeler vardı ki qadığa gelmemişten qabaq onların da 9, hatta 10 ve 11 zövcələri olub. Qadığa gelmemişten qabaq. Amma heç kim bu kadar mükemmel onları idarə edə bilməmişdi. Allah Subhanahu teala eşidənlər üçün faydalı etsin. Hadi və sallallahu aleyhi ve sellem ala nebine Muhammed ve ala alihi ve sahbihi ecmaîn.